Bal arısı mənim yaradıcılığımda əsas mövzulardan biridir. Bu da təsadüfi deyil. Ona görə ki, bu intihalsız, bu sirli, möcüzəli arı dünyasına mən hələ lap uşaq vaxtlarından belədir. Yəni, hardasa bir 60 il, 70 il bundan qabaq bizim məhəlləmizdə bal arıları olubdu, arı təynələri olubdu. O vaxtdan arıya vurğunluq, arıya sevgi məndə meydana gəlibdir. Sonraki illərdə mən hansı işdə işləyirəmsə işləyib, arı heç vaxt yadımdan çıxmayıbdı. Və arının o intihalsız əngəlliklərinə mən baş vuranda görmüşəm ki, bu böyük bir sirli dünyadır. Ona görə də arının həyatı ilə bağlı onun qanunları, onun yaşantısı, onun fəlsəfəsi ilə bağlı mən uzun müddət müşahidə aparmışam və ilk olaraq 15 səhifəli Arı və Demokratiya adlı bir məqalə yazmışdım. Onu Xalq qəzetində çap elədilər. Ondan sonra biz veriliş hazırlayanda mənim dostum, şair Məmməd Aslan mənə dedi ki, Nəsib, hekayə, povest, roman hər adam yaza bilir. Amma heç kim arı dünyası haqqında yazı yazmırdı. Sən bunu ətraflı yazsan çox yaxşı olardı. Düzdür, arı haqqında çox kitablar yazılıbdır, amma onlar bu istiqamətdə yox, başqa istiqamətdə yazılıb. Hələ bizim eradan əvvəl Aristotelin arı haqqında ilk kitabı olubdur, Arı Günəşi. Ondan sonraki filosoflar arıya, arı həyatına, onun məhsullarına çox böyük diqqət yetiriblər. Demokritdir, İbn Sina'dır məşhur həkim, filosof. Bax, bunlar arı və arı dünyası haqqında, arının insanlara faydası haqqında, onun məhsullarının qəbul edilməsinin vacibliyi haqqında çoxlu yazıları, qeydləri var və ona görə də həmən adamlar 100 ilə qədər ömür sürə bilirlər. Yəni, uzun ömürlüyün birinci şərti odur ki, sən müntəzəm olaraq bal yiyəsən. Bu bal o qədər ecazkar bir qüvvəyə malikdir ki, heç bir başqa yem ona əvəz edə bilməz. Təsəvvür eləyin ki, balın 1 kilosunda 3200 kalori istilik var, insanda o istilik var. Təsəvvür eləyin ki, bal insanın mədəsinə düşəndən 7 dəqiqə sonra o həzm olunur, artıq qanı soyulur. Nə qədər asan həll olunan, asan həzm olunan və nə qədər insana yüksək kalori istilik gətirən, enerji gətirən bir məhsul olur. Bunun əhəmiyyəti yalnız bu təbib kimi yox, eyni zamanda Respublikamızın iqtisadi həyatında da böyük rol oynayır. Mən bu ilin özündə Respublika qəzetində 3 dənə böyük qanun qəbul olunmamışdan qabaq böyük məqalələr dərc elətdirmişəm. Respublikamızda arıçılığın inkişaf problemləri, ondan sonra arı və arının insana xeyri və digər mövzularda mənim yazılarım çıxdı.
bütöv şəkildə Arı və Demokratiya kitabım çıxıbdı. İndi hazırda mən Arı Dünyası film kitabımı tamamlayıram. Bundan başqa diskim hazırlanıb, Arı Dünyası. Bundan mən sizə danışacağım. Mən arının müqəddəsliyi haqqında demək istəyirəm. Allahın yaratdığı varlıqlar içərisində arı müqəddəs varlıq hesab olunur. Yəni, arıya söymək, arını qınamaq, natəmiz halda arının içinə girmək, onun ünvanını nəsə demək, bunlar qanunla, şəriətlə qadağandır. Yenə eləmək olmaz, çünki arı müqəddəsdir. Quran-ı Kərimin 16-cı surəsində, Nəhl surəsində arının müqəddəs arı və onun məhsulları haqqında xüsusi qeydlər var. Orada göstərilir ki, arılar insan üçün çiçəklərdən şirələr toplayıb gətirir və insanlar onu yeyib müalicə oluna bilirlər. Arı müqəddəsdir. Arının müqəddəs olduğu kimi, onun da özünün 5 müqəddəsi var. Hansılardır bunlar? Arının yurdu, yuvası, yəni yaşadığı qutu müqəddəsdir. Arının şahı müqəddəsdir, anası müqəddəsdir. Arının balası müqəddəsdir. Arıda ruzi müqəddəsdir, arıda qanun müqəddəsdir. Yəni, bunlar müqəddəsdir. Müqəddəs ümumiyyətlə bilməliyik ki, müqəddəs nədir? Müqəddəs o şeydir ki, o varlıqdır ki, biz onun yolunda canımızı qurban verə bilək. Məsələn, vətən yolunda biz həmişə qurban getməyə hazır olmalıyıq. Ana yolunda qurban getməyə hazır olmalıyıq. Bala, ruzi, bərəkət, bunların hamısı insana müqəddəs olduğu kimi, arıda da bunlar müqəddəsdir. Ona görə də arıya yaxşı qulluq eləmək lazımdır. Hər arıçı arıya istədiyi qədər lazımca qulluq eləyə bilmir. Ona görə də onlar şikayətlənirlər ki, mən arım qırıldı, arıma xəstəliyə düşdü, arıda mən bala götürə bilmədim, bal götürə bilmədim. Bunlar hamısı ondan irəli gəlir ki, arıya gərək düzgün qulluq eləyəsin. Bax, arıya düzgün qulluq eləmək üçün, arıçılara kömək eləmək üçün biz İctimai Birlik kimi gördüyümüz Arı Dünyası mərkəzini biz yaratmışıq ki, onlara biz hər tərəfli yardım eləyə bilək. Görürsünüz ki, burada arıçı üçün biz bu mərkəzdə bölgə arıçıların Yevlaxdır, Xaldandır, Goranboydur, Ağdaşdır, eyni zamanda Şəkidir. Bax, bu hətta Belakandan, Zakataladan bura arıçılar gəlirlər. Onlar üçün, onların arıları sağlam olması üçün, onların daha çox məhsul götürməsi üçün, yəni arını inkişaf elətdirmək üçün biz burada onlara hər tərəfli yardım eləyə bilirik. Bu bizim borcumuzdur. Mən bir arıçı kimi borcumdur. İkinci də biz İctimai Birlikdir. İctimai Birliyin borcudur ki, arıçılara müxtəlif köməklik eləsin ki, onlar yaxşı məhsul götürə bilsinlər. Biz arıçılara burada yaxından kömək eləyirik. Ona görə ki, bu yalnız bizim yox, biz arıçıların, yəni İctimai Birliyin üzvləri olan 40-a qədər arıçının bir mərkəzidir. Burada biz arıçılara dərmanla kömək eləyirik. Məsələn, hər dərmanın öz təyinatı var. Varatoza qarşı, yəni genəyə qarşı, betform biz onları ala bilərlər burada, fumisan ala bilərlər, apistim ala bilərlər, sonra başqa qarın ağrısına görə muzemat ala bilərlər, oksivit ala bilərlər, Avropa və Amerika çürüməsinə qarşı. Burada yaz vaxtı onların arının güclü olması üçün müxtəlif vitaminlər var, arı polipti var və genəyə qarşı
əlavə bipin onlar buradan tapa bilərlər. Hətta biz tapıb gətirmişik ki, arı beçə verəndə qaçmamaqdan ötəri Sandroy adlı bir dərman gətirmişik. Bundan elə eləmək olur ki, arı beçə verəndə başqa yerə gedə bilmir. İstədiyin yerə onu yığa bilərsən. Mənim təzə kitabımda, Arı Dünyası kitabındakı başlıqlardan bir neçəsini sizin nəzərinizə çatdırmaq istəyirəm. Məsələn, arılarda seçki prinsipi, yəni şah seçmə prinsipi necə olur? Maraqlıdır da, arılarda bu necədir? Arılarda iş bölgüsü, arı kiçik bir dövlətdir. Arılarda vuruş taktikası, arıda silahdan istifadə etmək qaydaları, arıda kömrük qaydaları var. Dövlət kimi bunda da kömrük qaydaları var. Yəni, nəyə çölə buraxmaq olar, nəyə buraxmaq olmaz. Bunu arılar bilir. Ona görə də arılarda elə dəqiq hansısa bir qanunu pozmaq üstündə cəzalandırmaq olmur. Onlar qanunu o qədər dəqiq rəayət edirlər ki, eyni zamanda kömrük qaydalarına da çölə şey çıxarmaq olmaz. Özünün deməli, ehtiyacın qədərində çölə işə gedəndə sən yem götürə bilərsən. Amma qalan halda nəsə buradan mən götürüm, kiməsə pay verim, qonşuya pay verim. Ümumiyyətlə, arılarda pay vermək, qonaq qəbul eləmək, turist getmək, başqasının evinə baş çəkmək qəti qadağandır. Orada heç vaxt belə şeyə yol vermirlər. Ondan başqa arıda yardım məhfumu yoxdur. Arılarda belədir. Bacarırsan, yaşa. Bacarmırsan, sən yaşamamalısan. Gözünü yardıma tikməməlisən. Əgər yardımla dolanırsansa, sən ölməmək kimsən. Deməli, indi arılar qış yuxusuna yatıblar. Buna baxmayaraq, onun böyük hissəsi yuxudadır. Amma bəziləri qapının keşiyi çəkirlər. Məsələn, indi mən görsən arı görmürsünüz. Bir balaca tıkılladan kimi o keşikdə duran çaparaq çölə çıxacaqdır ki, bu nə tıkıltıdır. Ki, əgər bir qorxu varsa, içəridəkilərə xəbər verib və o qorxu törədəni biz buradan qovaq. Mən indi bunu tıqqılladacağım. Gör nətər içərdən həmən qorxusu çıxacaq. Bu çıxdı birinci. Fikir versən, bu mənim üstümə gəlir, bax. Görsün mü? O çıxdı, xəbərdarlıq eləyir ki, yəni yaxın durma, səni vuraram. Yox, iki dəfə xəbərdarlıq eləyir arı. Birinci çıxıb, qanatlarını belə gərir, sonra qayıdır. Əgər əl çəkdinsə, o qayıdır, səni vurmur. İkinci dəfə oradan çıxır, ildırım sürətinin, çıxır, üzünə dəyir, özünü vurur üzünə. Tikanı zadda saxlayır, ehtiyatda saxlayır. Özünün iynəsini ehtiyatda axırıncı ana saxlayır. Qayıdır ona. Elə ki, sən ondan nəticə çıxarmayıb, yenə də onun yuvasına yaxınlaşırsan, onda qərar verir ki, nağarmaq lazımdır, vurmaq lazımdır. Və o çaparaq çıxır və o çıxanda birbaşa adamın gözündən vurmağa çalışır. Bununla da demək istəyir ki, yəni gözünü mənim yuvamdan çək. Bax, bax, görsən mən. Bax, çıxanlar içəridə dızıldayırlar. Ona bax, istəyirlər ki, qorxulsunlar. Ona bax, arxasını qaldırır, görsən, qorxulur məni. Yəni, yaxın gəlmə, mən yuvama yaxın gəlmə. Ona görə də bunlar həmişə ehtiyatdadırlar. Əksəriyyəti yatsa da bəziləri yatmırlar. Yəni, qoruyurlar, yuvanı qoruyurlar. Bax, acıqlandılar ki, mən niyə onlara əlimdən toxunmuşam. Mənim hobbilərimdən, yəni sevimli məşğuliyyətlərimdən biri də bağçılıqdır. Mən təbiət ruhunuyum, təbiəti sevirəm. Ona görə də hələ 90-cı ildə mən xahiş eləmişdim ki, dağın ətəyindən bizə torpaq ərsınlar və onu biz yaşıl bir sahəyə çevirək. Onu aldıq. Vaxtilə bu gördüyünüz bu bağ yeri
zibilxananın bir hissəsi olmuşdu. Biz buranı tamamilə təmizlədik, ətrafını xəndəklədik, bura işıq çəkdik, su çəkdik və gördüyünüz kimi çoxlu meyvə ağacları əkdik. Siz fikir versəniz görərsiniz ki, o tərəfdəki zibilxanadan buranı qorumaqdan ötəri biz bu başdan o başa kimi təxminən 1500 dənə əbrişim, çinar ağacları əkmişik ki, oranın deməli tüstüsü, küləyi bizim bağı tutmasın. Bundan kifayətlənməyib, ondan biraz bəridə biz yenə də yol boyu böyük tut ağacları əkmişik. Bizim saldığımız bu bağ bağçılıq kooperatividir, yəni ailə kooperatividir. Burada təxminən 1000-dən yuxarı ağac var ki, bunları da yalnız meyvəsi ilə deyil, şəhərimizə müntəzəm olaraq oksigenlə təminatında iştirak edirlər. Bizim bağda elə-belə, yəni harada gəldi, hansı ağac əkilməyibdir. Burada hamısı planlı şəkildə əkilibdir. Yəni bir hissədə yalnız xurma ağaclarıdır, bir hissədə bəhli ağaclarıdır, bir hissədə deməli ərik ağaclarıdır. Deməli ağacların sortuna, növünə görə biz onları yerləşdirmişik. Burada gözəl meyvələr var. Yəni məndə məsələ çox sevdiyimə görə 7-dən çox növü olan üzüm sala bilmişəm. 8 növ mən burada deməli armud ağacı sala bilmişəm. Eləcə də çoxlu sayda digər meyvələr salar. Fındığından tutmuş, əzgilindən tutmuş, meyvəsindən tutmuş, bütün ağaçların, meyvələrin siz burada sortunu tapa bilərsiniz. Bunları özümüz əkmişik, bunları özüm calamışam və maraqlıdır ki, mənim indi el ağacım var ki, bir ağaçdır, onun üzərində 3 kürə meyvə olur. Yəni 3 budağı olubdur, onun hərəsinə bir calaq vurmuşam. Və o da çox meyvə gətirəndə, çiçək açanda çox maraqlı olur. Yəni bir tərəfində meyvə dəyir, o biri tərəfi ancaq paizdə dəyir. Mən doğrusu fəxr eləyirəm ki, vaxtilə 60-cı illərdə Mingəçevirdə Bozdağı yaşıllaşdıraq ideyasının bir hissəsini mən həyata keçirə bilmişəm. Yəni Bozdağın ətəyini yaşıllaşdıra bilmişəm. Bu bağ yalnız bizə deyil, şəhər əhalisi üçündür. Bu bağın meyvəsindən biz uşaq bağçalarına, şəhid ailələrinə, bu bağın meyvəsindən biz o kasıblara, imkanı olmayanlara, bağa olmayanlara həmişə pay çıxmışıq və pay vermişik. Artıq paizdir. Ağaclarda görkəmlərini dəyişirlər. Həmişə belə olur. Sən onun üçün zəhmət çəkirsən, o da sənə bəhər verir. Axırıncı meyvəsinə qədər. Yarpaqlar da yavaş-yavaş torpağa qarışır, yenilərinə həyat vermək üçün. Sizsə hələlik dincəlin, növbəti bahara qədər hələ vaxt var. Biz insanlar həmişə çalışmalıyıq ki, bax, xırda saydığımız bu arı ki yoxdur, məxluq yoxdur. Onun o həyatından, onun fəlsəfəsindən, yaşantısından, yurdu uğrunda, balıq uğrunda, ruzu uğrunda o çarpışmasından müəyyən biz ibrətlər götürək. Məsələn, vətənə məhəbbəti biz arı kimi eləməliyik. Balaya məhəbbəti onun kimi eləməliyik. Anaya, seçdiyimiz şaha məhəbbəti biz rəhbərə onun kimi eləməliyik. Yəni bunlara biz arıdan nümunə götürməliyik. Yəni biz şuurluyuq, biz hər şeyi bilirik, elə deyil. Allahın o arıya verdiyi ki, o səlahiyyətlər var, o qanunlar var. Onlardan biz əgər doğrudan da yaxşı istifadə eləsək, bizim işimiz daha da yaxşı gedər.
Arada satqınlıq yoxdur, gərək bizdə satqın olmayaq. Yalançılıq yoxdur, bizdə gərək yalançı olmayaq. İkiyüzlülük yoxdur, bizdə gərək ikiyüzlülük olmayaq. Məsələn, işinə səhlənkarlıq. Elə vaxt olur ki, arı gedir bal dalı ilə. Gedir bal dalı ilə, rastına gəlir nektar şirə. Şirəni dolduranda görüb böyürdə çiçək tozu da yığmaq olar. Çiçək tozu da yığır. Və qaydanda ağır, o qədər ağır gəlir, o qədər nəfəsini dərə bilmir. Gəlib ora düşəndə adamın yazığı gəlir. Və heç vaxt da onun müqabilində o tərif gözləmir ki, mənə nəsə bir orden verəcəklər, medal verəcəklər, mənə tərifləyəcəklər. Çünki o deyir, bu mənim borcumdur. Bu yurdum üçün olan mənim borcumdur. Məsələn, vuruşur qapının ağzında yanla. Orada ölə bilər, qanadı qırılar, ya nə olar. Heç vaxtı o ondan bir istifadə eləməz ki, mən bu şəhid olubdur, bunun adını gərək nəsə. Çünki o yurd uğrunda olubdur, vətən uğrunda olubdur, o yoldaşları uğrunda olubdur, balası uğrunda olubdur. Və belə şeyləri biz onlardan öyrənsək, mənə elə gəlir ki, pis olmadı, yaxşı olar. Allah qoysa mənim arzum nədir? Arzum odur ki, o yeni kitabımı çap elətdireyim. Arı Dünyası adlı bir film çəkilişin çoxunu çəkmişəm də, onu çəkib, çəkdirə bilim. Bir də ki, film çəkdirim, diski buraxdırmaq istəyirəm. Bunlar məncə oxucular üçün də maraqlılar. Bunlar məncə hər bir insan üçün maraqlılar. Oradan götürüləsi çox şey var. Arı dünyasından götürüləsi çox şey var.